Bu nəzarətsizliyə son qoyulmalıdır. Gecə saat 02:00-da Mingəçevirdən Bakıya gedən Murad Tur avtobusları uzun müddətdir qanunlardan kənar, tam məsuliyyətsiz formada fəaliyyət göstərir. Murad Tura məxsus ikinci, daha ciddi fakt isə şirkətin ikinci avtobusunda saxtalaşdırılmış Gürcüstan dövlət qeydiyyat nişanı istifadə olunur. Avtobus 1-in ön və arxa Azərbaycan dövlət qeydiyyat nişanı yoxdur. Bu isə yol hərəkəti qanunlarının ciddi şəkildə pozulması deməkdir. Ön şüşə sınıqdır. Bu isə sərnişinlərin və digər yol istifadəçilərinin həyatı üçün birbaşa təhlükə deməkdir. Avtobus 2-nin isə üzərində sürücünün baş hərflərindən ibarət saxtalaşdırılmış Lipa Gürcüstan nömrəsi taxılıb. Bu artıq təkcə inzibati deyil, birbaşa cinayət məsuliyyəti yaradır. Çünki bu, saxta sənəddən istifadə və dövlət orqanlarını aldatmaq kimi qiymətləndirilir. Hər gün park qadağası olan ərazidə saxlanılır. Polis və icra orqanları aylardır göz yumur. Avtobuslar yalnız avtovağzalda dayanmalı olduqları halda, yaşayış binalarının qarşısında qanunsuz dayanıb park edirlər. Ən dəhşətlisi isə budur ki, gecələr motoru işə salanda yaranan güclü səsküy körpə uşaqları, yaşlıları və xəstə insanları vahimə içində yuxudan oyadır, sanki zəlzələdir. Avtobusların buraxdığı qalın tüstü isə evlərə dolur. Sakinlər hər gecə zəhərli qaz udmağa məcbur qalırlar. Aidiyyəti qurumlar hələ də susur. Nəzarət, tədbir, cavab heç nə yoxdur. Səbr tükənib. Yerli icra və polis hərəkətə gəlmirsə, möhtərəm prezidentə müraciət etməyə məcburub. İnsan həyatı bu qədər ucuz ola bilməz. Paylaşın. Bəlkə bu dəfə səsimiz eşidilər.